Salam əziz izləyicilər. Mən deməli şərqdən qərbə istiqamətində ümumiyyətlə düzənlik sahədə tövsiyə etmirəm. Nə şumlamağı, nə də bitkilərin həmin istiqamətdə əkilməyini. Çünki bu zaman videoda da demişəm, günəş işığın bitkilər həm torpaq bərabər səviyyədə ala bilmədiyi üçün deyək ki, kartof əkmişik və yaxud da digər qarpız yemiş bitkiləri digər tərəf gün düşən bir hissəyə tam gün düşür, bir hissəyə gün düşmür. O hissə daha tez çıxır. Digər hissə isə 2 günə, 3 gün ondan və yaxud elə həftə olur, elə olur ki, bəzən olur 1 həftədə gec çıxdığı hallar baş verir. Çünki bir tərəf, bir hissə daima kölgədə qalır. Və deyirlər elmə zidd təbliğat edirsən. Bu elmə zidd deyil, bu araşdırılıb və bu belədir. Və araşdırmağı bir də özüm də tədqiqat aparıb praktikasını etmişəm. Ona görə tam ürək rahatlığı deyə bilərəm ki, düzənlik sahədə şimaldan cənuba əkin edin. Və bu sizin xeyrinizə olacaq. Həm xəstəliklər az olacaq, həm bitki daha eyni sürətdə çıxacaq və indi şum edirsinizsə fevral ayında. İndi də əgər sahəniz düzənlikdirsə, bu vaxtda şimaldan cənuba şum etməyi tövsiyə edirəm. Sağ olun, var olun, dəstəyinizi gözləyirəm. Gənc aqronomlara dəstək olanlar həqiqətən çoxdur. Daha doğrusu necə, məsələn, rəylərdə dəstək olurlar, Allah köməkləri olsun, dəstək olanların da, olmayanların da. Amma belə dəstək olanlar həqiqətən aşağıdır. Yəni belə rəylərdə ancaq zid rəylər yazırlar. Və mən bu rəyləri çəkməyim səbəb odur ki, yəni istəyirəm ki, burada bir ziddiyyət aradan qaldırım ki, həqiqətən şərqdən qərbə baxır hansı sahələrdə. Yəni bu da var. Amma mən dediyim kimi düzənlik sahədə, videoda qeyd eləmişəm. Düzənlik sahədə çalışın şimaldan cənuba. Sağ olun, var olun. Allah amanında olun. Videonu bəyənib paylaşmağı unutmayın.